Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün qışa hazırlıq, badımcan turşusu hazırlayıram. Sizinlə də bölüşürəm. Badımcanları gördüyünüz kimi təmizləyirəm. İç qoymağa yer açıram. Elə dolmayan nətər elirsən elə deşləyləyirəm badımcanı. Ki qaynadandan sonra onu ağır şeyin altında qalacaq. Onun canında su qalmasın, tamam geçsin. Su qalsa kipsiyər. Hazırladım badımcanları qəşəng. Suya duz tökürəm. Duzunu da yaxşı tökməlisən ki, badımcan şit olmasın. Şit də olsa badımcan çürüyər. Onu duzun ayarlamalısan. Qaynadanda, içərisini qoyanda hamısın. Onları yerində eləməlisən ki, xarab olmasın. Canında su qalsa badımcanın, duzu az olsa xarab olacaq, qışa qalmayacaq. Məndə badımcan 2 ildə olub qalıb ki, heç nə olmur. Nəinki badımcan, bütün tutduğum turşularda mənlə indiyəcən xarab olma görməmişəm ki, belə xarab ola qalır da. Qoyduğumuz yarpaqda, turşularda 2 ilin 2-ci ilə də qalır. Heç nə olmur. Qaynadıram qəşəng onu, baş tərəfinə belə əl vurursan, biraz yumşalanda, əsas oradır. Yumşalanda biraz götürürəm. Gördüyünüz kimi o kalçuk setkalarda qəşəng təzəsini alıram onu. Qəşəng yuvuram, təmizləyirəm. Orada daşlayıram. Evin içində eləmişəm. Çöl soğuk, çox istidir bu yay. Havalar çox istidir. Gecə səhərindən qalanda elə hesabla ki, badımcan inanın ki, kipsiyir ha istidən. Ona görə də indi havalar sərinləşənə qədər mən evdə hazırlayıram. Götürəndən sonra ağır ya daş ya yeşə qazanları doldururam, suyla qoyuram ki, suyu təmiz geçsin. Təzədən onları badımcanları duzlayıram. Yığıram aş süzənə, nə suyu var o da geçsin. Su qalmamalıdır canında. Turşunun canında su qalsa xarab olacaq. Duzu az olsa xarab olacaq. Gördünüz nə qədər suyu çıxıb bibərində. Bibər, şirin bibər, acı bibər, sarımsaq. Acı bibərlə şirin bibər qəşəng yenə də aş süzənə tökürəm. Onun bütün acı suyu gedir. Yəni ki, xarab olma deyə olmur da, onun qorxusu. Quru nanə vururam. Dediyim ərzaqları çəkirəm maşında. Quru nanə, cəfəri də doğrayıram. Qarışdırıram içə. Duzunu yaxşı vururam. Yığıram badımcanların içərisinə. İçiliyi bax. Badımcan təzədən görsə duz vurmuşam. Yenə təzədən su çıxıb. Daşlayandan sonra ha. İçərisini yığıram. Doldururam badımcanların içiliyinə. Ondan sonra da sirkəsini hazırlayıram. Əsas badımcanın sirkəsini də yaxşı hazırlamalısan, duzunu yaxşı eləməlisən ki, məsələn, çox turş olur. 4 dənə var, belə gördüyünüz kimi çaşqıyla məsələn sirkə tökürəmsə, 3 dənə də nə hansı stəkandan dəxli yoxdur. Məsələn, 4 dənə sirkə tökün, 3 dənə su. Adi su, soyuq su. Şəkər tozu əlavə eləyirəm. Duzunu əlavə eləyirəm. Məsələn, hər litrə heç olmasa bir 2-3 qaşıq duz gedir. Bir qaşıq şəkər tozu. Əlavə eləyirəm. Qəşəng səliqə ilə yığıram balonlara. Sirkədən əlavə eləyirsən. Siftədən balonu yığıb, kip yığıb elə də eləməyin ki, sirkə getməsin aralarına. Onda da xarab olar. Elə eləyirsən ki, bütün sirkə badımcanı balonda bütün sirkə olmalıdır. Badımcan sirkənin içində olmalıdır. Qəşəng yığıram balonlara. Gözəl, ləzzətli, heç xarab olmayan, qaranlıq sərin yerdə saxlayın. Sağ olun, sağ olun.